Həzrəti Peyğəmbəri söyüb təhqir edən, ona kişiliyə, insanlığa yaraşmayan hərəkətləri nisbət verən ancaq ateistlər, xristianlar və yahudilərdir? Təbii ki, xeyr. Həzrəti Peyğəmbəri təhqir edən şəxslər onun sünnəsinə əməl edirik iddiasında olan şəxslərin əksəriyyətidir. Başda əksər müsəlmanların ən böyük alim, mühəddis filan kimi qələmə verdikləri Buxari və Müslüm və onların yazdığı səhih kitablardır. İlk öncə indi sizə danışacağım, oxuyacağım şeylər üçün hamıdan üzr istəyirəm, başda da Həzrəti Rəsulallahdan. İkincisi isə hamıdan xahiş edirəm ki, bu videonu bəyənsin, paylaşsın, şərh yazsın ki, qoy hamı xəbər tutsun ki, bu cür insanlar İslamın başına nə oynatıblar. Birinci oxuyacağım hədis Buxaridə 5086, Müslimdə 1365-ci hədisdir. Xeybər fəth olunandan sonra Kəlbi adında bir şəxs gəlir Peyğəmbərə, deyir ki, mənə bir cariyə ver, yəni əsir götürdüyümüz qadınlardan birini ver mənə. Peyğəmbər ona deyir ki, get hansını istəyirsən götür. O da gedir Səfiyyə binti Huyeyi, adı belədir, Səfiyyə. Gedir onu götürür özü üçün. Bir nəfər yaxınlaşır Peyğəmbərə, deyir ki, o Səfiyyə çox gözəldir, filandır, beşməkandır, o sənə yaraşar. Sən Səfiyyəni ona vermə. Peyğəmbər də həmən o Səfiyyəni çağırtdırır yanına. Çağırtdırır yanına və görür ki, Səfiyyə çox gözəldir, filandır və Kəlbə deyir ki, get özün üçün başqasını tap, bu mənimdir. Və sonra da ona sahib çıxır və hələ orada cəmaatın içində də daha gerisini oxumuram. Əmr verir ki, biri döşək gətirsin, biri nə bilim yorğan gətirsin. Hədisin gerisini oxumuram, utanıram, ayıbdır. Başqa bir hədis Nəvəvinin Səhih Müslümə şərhi 9-cu cild, səhifə 527. Bu hədis nədir? Bu hədis çox biabırçı hədisdir. Çox biabırçı hədisdir. Peyğəmbər küçədə gedirmiş və bir qadın görür küçədə. Gözü sataşır bir qadına. Görür, nauzubillah, Peyğəmbərin şəhvəti oyanır, Peyğəmbərin hissləri oyanır. Özünü cıvovlaya bilmir və tez qaçır evə. Öz həyat yoldaşı Zeynəbin yanına. Hədisdə də belə keçir. Qaçır Zeynəbin yanına, Zeynəb də o vaxtı xəmir yoğururdu. Və Peyğəmbər öz cinsi ehtiyacını qarşılayır. Çıxır gəlir səhabələrin yanına, deyir ki, gördünüz mən neynədim? Kim belə bir işlə qarşılaşsa, belə eləsin. Çox şərəfsiz bir hədisdir bu. Çox, nə bilim, başqa bir söz demək istəmirəm. Ayıbdır. Başqa bir hədis Müslimdə 1006-cı, Buxaridə 5073-cü hədis. Bu hədisi nəql eləyir Ənəs İbn Malik güya. Mən hamıdan üzr istəyirəm yəni də. Bu oxuduğum hədislər müsəlmanların əksəriyyətinin səhih Quran kimi yanaşdığı kitabdandır. Hədis belədir. Gecə və gündüz Peyğəmbər gecə və gündüz eyni saatda, eyni saat ərzində 11 zövcəsini ziyarət edərdi, 11 həyat yoldaşını ziyarət edərdi, onların yanına gedərdi və onlarla, üzr istəyirəm, münasibətdə olardı. Eyni saatda, gecə və gündüz.
başqa səhabələr Ənəsdən soruşurlar ki, o bunu necə bacarır? Ənəs də deyir ki, ona 30 kişinin qüvvəti verilib. Sizə and verirəm Allaha, nə bilim, müqəddəs bildiyiniz nəyəsə. Belə peyğəmbər ola bilər. Ümumiyyətlə, belə kişi ola bilər. Sən özünə yaraşdırarsan, belə bir kişi ilə oturub, nə bilim, çay içməyi, söhbət eləməyi, nə bilim, münasibət qurmağı yaraşdırarsan özünə. Sənin atom haqqında biri gəlib desə ki, sənin atom anonla arasında olan söhbəti gəlib danışır cəmaata. Sən vurub onu öldürərsən. Bəs peyğəmbəri niyə müdafiə eləmirsən? Axı bu peyğəmbərə təhqirdir, peyğəmbərin zövcəsinə təhqirdir. Hələ mən başqa hədisləri oxumuram ki, bundan qat-qat biabırçılıq hədislər var ki, mən onu dilimə gətirmək istəmirəm. Bizə burada xanımlar baxır, ayıbıdır. Niyə? Bir alimi müdafiə eləmək üçün peyğəmbərin təhqir olunmasına göz yummaq lazımdır. Mən sizə demirəm, gəlin şiə olun filan. Hələ sünni də qalın. Sünni qalmaqda problem yoxdur. Sadəcə çıxın deyin ki, bu hədislər səhih deyil. Bu kitab səhih deyil. Bəli, içində ola bilər səhih hədislər olsun. Amma kitab ümumilikdə necə səhih ola bilər? Belə hədislər təkcə cinsi mövzuda deyil, bu şəhvət mövzusunda deyil. Başqa mövzularda da var. Bir hədis də oxuyun, bu ilə də xülasə eləyək, daha sizin ürəyinizi bulandırmaq istəmirəm. Buxaridə səhifə 224-də, Müslümdə səhifə 273-də belə bir hədis keçir. Güya Huzeyfə, peyğəmbərin səhabəsi olan Huzeyfə deyir ki, peyğəmbərlə yol gedirdik. Müəyyən bir yerdə yol gedirdik. Və gəlib bir dənə kiminsə həyətinə çatdıq. Bağına çatdıq, həyətinə çatdıq. Və çox üzr istəyirəm hamıdan. Peyğəmbər başladı ayaq üstə bövl eləməyə, sidiyə getməyə. Deyilə ki, gördüm Peyğəmbər sidiyə gedir, mən uzaqlaşdım. Güya Huzeyfə bunu deyir. Peyğəmbər deyir, gördü ki, mən uzaqlaşıram, mənə dedi ki, yaxın gəl, yaxınlaş. Və mən deyir, Peyğəmbərə o qədər yaxınlaşdım ki, gəldim, çatdım onun dabanına. Yəni, yanıq Peyğəmbərin yanında da, arxası, böyründə, belə deyir. Deyir, Peyğəmbər bövl elədi, qutardı, sidiyə getdi, bitirdi. Ondan sonra dəstəmaz aldı və corabına məhz çəkdi. Corab girsin sizin gözünüzə. Corabdan əl çəkə bilmirlər bunlar. Bilmirəm, bu corab nə xəstəlikdir bunlarda. Yenə deyirəm, hörmətli müsəlmanlar, mən bunu özümdən uydurmuram. Sadaladığım bütün hədisləri gedib öz kitablarınızdan tapa bilərsiniz. Tapa bilməsəz, böyüklərinizdən soruşa bilərsiniz. Kişidirlərsə təsdiqləyəcəklər bu hədisləri. Mən də sizə deyirəm, Peyğəmbəri təhqir edənlər, Peyğəmbərə karikatura çəkənlər, o xristiyanlar özlərindən çəkmirlər. Bax, bu Buxarinin, Müslümin, filanın, Beşmekanın yazdığı uydurma, təhqir, nə bilim, ləyaqətsizlik dolu hədislərdən ilhamlanıb onu eləyirlər.